Əsgərlərdən biri o gün bizim yanımıza gəlmişdi. Ağayev Ümid Aşuroğlu. Bu barəsində cinayət işi açılan 4 hərbiçisidən biridir. Və bu, mən şəxsən o əsgərimizdən fəxr edirəm. Erməni qəbrinə təpi atıb, yaxşı eləyib. Hələ az atıb. Erməni qəbrinin mənim torpağımda nə işi var? Savada bunlar bilirsiniz kimə cinayət işi açacaq? O Nicdeyin heykəlini kimsə bizim əsgərlərdən gəlib partlatsa, ona da cinayət işi açacaqlar ki, faşistin heykəlini niyə dağıtmısan? Həmin bu bizim Ümid Ağayev bəy. Bunun bir problemi var idi. Bu deyirdi ki, mən xahiş edirəm, mənim hərbi biletimdə məhbusluq düşməsin ki, görün, bu adam canını riskə atıb, Hövsandan durub gedib, əslən Lerikdəndir, Hövsanda yaşayır. Durub gedib döyüşüb, Qarabağda döyüşə-döyüşə Qubadlıya qədər gedib çıxıb və bugün dövlətindən xahiş odur ki, mənə cinayətkar damğası vurmayın. Mənim hərbi biletimə cinayətkar və ya həbs olunub yazılmasın. Deyirəm, niyə ay Ümid? Deyir ki, bəy, mən ailəm var, 2 evladım var və iş tapmalıyam, işləməliyəm və məndə bu möhür olandan sonra məni heç işə götürməyəcək. Və mən buradan mən iş adamlarımıza, şirkət müdürlərinə, vətənini, millətini sevən, bu vətənlə fəxr eləyən, ordunun qədrini bilən, ordumuzla fəxr eləyən iş adamlarına, şirkət rəhbərlərinə, biznes adamlarına müraciət edirəm. Bizim bu qəhrəman əsgərimizə dəvət eləsinlər, layiqli bir iş versinlər. Eybi yox, bir mühafizə yeri açsınlar. Amma yaxşı bir maaş. Qoy bu bilsin ki, bu millət onun qədrini bilir. Kimlərsə orada harınlamış bəzi məmurlar qədrini bilməsə də, qoy bilsin ki, bu millət onun qədrini bilir. Eybi yox, əlavə bir ştat açsın kimsə. Və mən şəxsən duracam öz adımdan, partiyamız adından həmin şirkətə təşəkkür edəcəm ki, bizim bu, baxın, qəhrəman əskərimiz çörək dərdi çəkmir. Zaten qazilərə, şəhidlərə, şəhid ailələrinə, qazilərə olan son zamanlar, belə deyək, laqeyd münasibət zaten, belə deyək də, kifayət qədərdir. Və mən indi bizim bu qazimizin nömrəsini Zahir bəyin bu redaksiyaya da qoyacağam. Əgər elə bir iş adamı, elə bir belə deyək də şirkət rəhbəri sizə müraciət eləsə, bizim bu Ümid Ağayevin həmin o erməni belə deyək də terroristlərinin qəbirlərinə də təpi atan və torpaqlarımızı işğalçılardan azad edən bu əskərimizə iş vermək istəyən olsa, sizə müraciət eləyər, siz onun nömrəsini verərsiniz və əlaqələndirərsiniz. Ən azı bir vətən oğlunun, bir qəhrəmanın hak etdiyi, layiqli qiyməti almasına səbəb olarıq inşallah. Əlbəttə, dəyərli izləyicilər, bizi artıq 3000-ə yaxın insan, 3000 olur YouTube üzərindən canlı izləyir, 1800 bəyənmə var. Yenə 1200 adam.